Ruslan bəy, xoş gəldiniz. Necədir vəziyyət? Yaxşı, normal. Hər şey qaydasında. Qaydasında. Nəsə bir problem olmayıb orada? Heç bir problem yoxdur. Hansı vəziyyətdə baş verdi? Post növbəsində dəyişən vaxtı, amma dumanlı şəraitinə görə için düşdüm, getdim evlərimə belə. Dəyərli vətəndaşlar, son neçə illərdə, 3-4 illərdə, 5 ilə yaxın belə, ancaq bizim əskərlər keçir ermənilər tərəfə. Bir erməni əskərinin biz tərəfə azıb keçdiyini görmədim. Bu birinci növbədə təlimatı düzgün verməməkdir. Bu heç bir qırağa. Bu əskər də deyir ki, mən postu dəyişən zaman dumana düşdüm. Yalan danışır. Postu əskər tək dəyişə bilməz. Onun manqa komandiri 2 saatdan bir postu gedir dəyişir. Burada başqa bir oyun var. Bu sadəcə olaraq hakimiyyətin bir oyunudur ki, bizim əskərləri düşmən tərəfə satırlar. Sonra da həmən güya keçib o tərəfə təzədən də İlham Əliyev də güya bu həmən əskəri onlardan qurtardılar. Bunlar